İyul ayının 23-ü Ağdam-Ağcabədi yolu. Gördüyünüz mənzərə Köç adlanır. Bugün Azərbaycanlılar keçmiş Sovet Azərbaycanından yeni müstəqil Azərbaycana köçürlər. В 1944 году, в феврале, были высланы чеченский и ингушский народ. Но в том же году судьба дала чеченскому народу Джохара Дудаева. Azərbaycan News Service müstəqil telekampaniyasının xəbərçi briqadası bugün Şuşanın Kəlkican qəsəbəsində. Biz vəziyyəti öyrənəndən sonra ki, Mayak proqramının müxbiri Lazareviç də burada güllələnib. Onunla fəxr edirəm ki, bu günlərin bizim başımız uca, hər kəsin gözünə açıq və dik baxa bilirik.